Milli TV-yə müraciət edən Bəxtiyarova validə şikayət edərək bildirir ki, o 2004-cü ildən Yeganova Aida adlı şəxsin evində xadiməçi işləməyə başlamışdır. Uzun müddət validə Bəxtiyarova Yeganovlar ailəsində xadiməçi işləsə də, hər hansı bir xoşa gəlməz hadisə ilə üzləşmir. Amma 2015-ci ildə Aida Yeganovanın evindən itən küllü miqdarda zinət əşyalarından sonra validə Bəxtiyarova əsassız yerə həbs edildiyindən və başına gətirilən bir çox hadisələrdən şikayətçi olduğunu bildirir. 2004-cü ildə Aida Yeganovanın evində xadimə də işləmişəm. Uzun müddətdir, yəni çalışmışam, heç bir arada söz-söhbətimiz olmayıb. 2012-ci illər idi. Aida xanım Türkiyə tez-tez gedib gəlirdi qızının yanına, qızı orada yaşayırdı. O uzun müddət mənə Türkiyədən zəng vurdu ki, Günarə adında bir qadın gələcək, o sənə bir bağlama verəcəkdir. Günarə kimdir? Ayda xanımın yaxını olub, alverçi bir qadın olub, ona qızıl zinət əşyaları satırdı, pal-paltar satırdı. İllər bir-birinə, yəni gedib, ancaq illərdə o gəlib gedən bir qadın idi, onun evində tez-tez gəlirdi. Mən də dedim, yaxşı. Ancaq o orada olanda mənə zəng vurdu ki, bəs bağlamanı götürərsiniz, mən gələndə mənə verərsiniz. Ayda xanım Türkiyədə idi. O gətirdi, Günarə mənə zəng vurdu. Mənim nömrəmi də Ayda xanım vermişdi Günarə. Mənə zəng vurdu ki, bəs Ayda xanıma çatacaq bir şey var, mən o sizə verməliyəm. Mən də razılaşdım, götürdüm, saxladım Ayda xanımın otağında. Türkiyədən qaydanda, 3-4 aya Türkiyədən qayıtdı Ayda xanım. Qaydanda mən o əşyanı verdim Ayda xanıma. O saxladı, yenə qoydu seyfinə, saxladı. Bir müddətdən sonra, illər keçdi, 2015-ci il idi. Ayda xanım o bağlamanı götürüb, aparıb ki, onu yeniləsin. O tez yeniləməyi isə... Valla kali. Öz dediyinə görə kali idi. Yəni, brilyant kali, daşlar kali olan bir əşya idi. O tez xoşluydu, yəni köhnələrini verib, yenilərini alsın, belə bir şeyləri sevərdi. Nəsə götürüb getdi, bir də arasından bir neçə saat keçdi, mənə zəng vurdu. Zəng vurdu ki, validə, bəs mən aparmışam bu kalinin kalidi daşlarında, yəni saxtalar çıxıbdır. Qaşlar dəyişirilib. Mən dedim, mən bilmirəm Ayda xanım, mənə Günarə necə verir, mən də sizə çatdırmışam. Dedi, yox, bu dəyişirilibdir qaş. İnanırsan, mənim özüm həqiqətən də pis oldum. Bir saatdan sonra qayıtdı, gəldi evə. Qışqırdı, bağırdı, mən də, yəni, aman ki, mənim xəbərim yoxdur da, mən elə bir şeylər eləməmişəm. Çünki bizim aramızda həyatı bu elə bir şey olmayıb. Onu mən belə bağlı qabının ağzını açmazdım. Çünki məndən əlavə tək mən ona xidmət göstərməmişəm. Onun evində başqa qadın da çalışırdı, Filipinli gətirirdi, başqa qadınlar. Sadəcə mən onun geyiminə baxırdım, yeməyinə baxırdım. Nəyə görə tək sizdən şübhələndi? Çünki mən evdə olmuşam, bunu mən vermişəm buna. Mən dedim ki, Günarə verdi. O da ağlına gəldi ki, Günarə axı bu işlə məşğuldur. Sonra bu Günarə ilə məni polis idarəsinə dəvət elədi, apardı bizi polis idarəsində. Orada Günarə də boynundan atırdı. Nəsə arada nəsə yoxladılar, gördülər ki, Günarə haradasa aparıb dəyişib həmən qaşları. Hani Günarədən çıxdı o elə bir şey. Saxta daşlar qoyur. Saxta dəyişib bir şey, düzdür. Mən onu bilməm, yəni dəyişirilmişdi daş. Bir neçə daş dəyişirilmişdi. Axırda ki, belə bir şeylə məni orada polis idarəsində dəfələrlə ki, sən dal boynu. Baxın, mən eləmədiyim şeyi necə boynuma ala bilərəm? Təzyiqlər də göstərdilər mənə, məcburu. Axırda Ayda xanım dedi ki, sən al boynu və mən səni çıxaracam. Çünki ikiniz, yəni o gətirib sənə verib, onda ikiniz eləmişsiniz da. Mən də yenə dedim ki, mən eləməmişəm. Bildirir ki, əlbir olmuş. Yəni biz əlbir olmuşaq. Həqiqət, özü də bilir ki, mən elə bir şey eləmərəm. İllər boyu mən xidmət göstərmişəm, nəvəsinə baxmışam. Yəni belə bir şey eləyən bir insandadır, özü bilir. Çünki onun hər şey seyfdə olub, bağlı, açar özündə olubdur. Mən necə onun seyfinə girə bilərəm? Açar da həmişə özünlə uzaq səfər də gəlsə, açar özünlə gedərdi. Olsun, mən onun evinə təmizlik işinə baxardım, əlavə bir işçilər də vardı. Onların nəzarət eləyərdim, paltarlarına baxardım, yeməklərinə, yoldaşına xidmət eləyərdim. Belə bir şeylər. Günarə xanım idi da, xanımın adı. Bəli. O necə boynunu aldı? Çünki o dəyişildiyi, deyəsən, bəlli olunmuşdu. Ona görə məcburi boynunu aldı. Çünki eləmişdi, həqiqətən də eləmişdi. Neysə, o boyuna aldı, ona dedilər ki, 300 min sən pul verməlisən. Yəni, bu daşlar dəyişirdi, verməlisən. O, yəni ki, həmən 300 mini də ödədi, əlavə qızıl zinət əşyaları da ona ödədi. Ödədi, mənə də 100 min pul kəsdilər ki, sən də 100 min sən verməlisən, ziyan sən də ödəməlisən. Mən də kasıb adam, mən necə hardan ala bilərəm ki? Mənə apardılar Kürdaxanıya. Kürdaxanada olan müddətdə qaynan... Siz verə bilmədiniz həmin vaxt? Mən verə bilmədim. Ancaq məndən tez Günarəni buraxdılar, çünki Günarə pul ödəmişdi. Mən 2 ay qaldım Kürdaxanıda. 2 aydan sonra məcburi, qohum, əqrəbə, qonu, qonşu, hamı mənə kömək elədi ki, o pulu toplamaq üçün. Qohum əqrəbə əsasında bu pul toplandı, 85 min pul toplandı.
85 min toplananda Ayda xanım dedi ki, mən buraxacam sizi. Yəni ki, bu 80 verilsin o pul, mən buraxdıracam sizi. Da qaynanam gəl, o pulu toparlayıb ona verincə, sonra məni 2 aydan sonra ev dustaqlığına buraxdılar. Ev dustaqlığı nə qədər, neçə il oldu? 5 il 6 ay. 5 il 6 ayda mən ev dustaqlığını, yəni ki, bir yaşamışam da bunu. Ancaq bu həmən müddətdə də mən yenə Ayda xanımın 5 il evində işləmişəm. Yaxşı, bir oğru bir insanı necə yenə evinə qaytarmaq olardı? Əgər belə bir şey var idisə, yenə hər şey mənim yanımda, evinə baxırdı. Hadisədən sonra 5 il daha işlədiniz. Bəs sən maaş verirdinmi? Yox, heç bir maaş da ödəmirdi. Heç bir, dedi ki, mən ölənəcəm, sən öləcəm, mənim xidmətimdə olacaqsan. Səbəb? Səbəb də valla bilmirəm. Səbəb nə idi? Özüm də bilmirdim. Yəni 85 min, oradan 82 minini özünə götürdü, 3 minini də ki, məhkəməyə ödənildi. Gülnarə xanıma ev dustaqlığı verildimi? Ona da verildi, bəli. 5 il 6 ayda ona ev dustaqlıq verildi. Ona da eyni mən qaydada ona da verildi. İndi hal-hazırda Gülnarə xanım hardadır? Rəhmətə gedib. Bəli, rəhmətə gedib. Eşitdiyimə görə rəhmətə gedibdi. Yəni, mənim heç bir əlaqəm zadım yox. Eşitdiyimə görə rəhmətə gedib. Sonra 2019-cu ildə Ayda xanım rəhmətə getdi. Ağır xəçəç xəstəliyinə rəhmətə getdi. Əslində Ayda xanım öncədən qaynandan etibarnamə əsasında evimizi alqı-satqı eləyibdi. Öz sürücüsü ilə, Mehdiyev Bünyatla öz arasında alqı-satqı eləyiblər. Bizim heç xəbərimiz olmadan eləyiblər alqı-satqını. Məni məcbur oldu Ayda xanım ki, gəlini çıxardacam. Ver, gəldi də çıxartdı, mənim öyün zadını, sənətini aldı, məndən allatdı. Gəldi də çıxartdı, 5 il yanında işlətdi, bir qəpiksiz. Dedi, Türkiyəyə gedirəm. Heç kim bilməsin, hesabını da qonu, qonşu, hamı, kişi rəhmətli etdi, onun maşını vardı, satdım. Kişinin məclisindən qalmışdı, faizə girmişəm. Rəhmətli, yəni yoldaşınız? Mənim yoldaşım. Allah, o qondan, o qonşu yığdım, onun hesabını verdim. Verdim, mən Allah döyün sənətini də ki, gəldi çıxardacağım. Ki, o pul, o məbləği ödədiniz. Hə, ödədim. Ödədim. Bax, kimin də şadım da var, kimlər də kömək eləyib. Qızım kömək eləyib, bunun qardaşı eləyib, bunun başda eləyib. Bax, o qonşu eləyib, o qonşu. Kim yolla keçən adamlar da kömək eləyib. Bizim prezident haraya baxır. Bizə yaşayış yoxdur, onda adlasınlar biz Ermənistana. Yəni, sizi alladıb Ayda xanım. Allah da aldı ki, gəlini çıxardacağım. Verəcəm. Mənim adıma Davernus verir, etibarla. Hə, Allahdır məni. Siz də imza çəkdiniz. O da rəhmətə getdi. Dedi, Türkiyədən gələndə geri eləyəcəm. Türkiyədə də öldü, gəldi, indi də qızı başlayıb. İndi bizi bir yola qoysunlar. Ona inan Allaha, mən orada onun başına nə oyunlar gətiriblər. Daha çox xəstə övladım, qızım, yəni çox bir şeylərə, yəni təzyiqlərə məruz qalmışıq. Ona görə məcbur olaraq arvad sənəti verib olaraq ki, müvəqqəti olaraq yəqin deyib ki, narahat olma, mən gəlinimi çıxarım, sənin sənətlərini qaytaracam. Siz həmin vaxtı, tutulan vaxtı... Bəli, tutulan vaxtı olmuş. Bəli, hələ qorxu ilə evə adamlar gətirib bura, bəli, notarus gətirib evə, nə bilim də çox şeylər baş verib də mən içəridə olmuşam. Bunların yəni yoldaşımı dəfələrlə döyüblər. Yəni siz pulu verdiniz də, düzdürmü? Bəli, bəli. Nə qədər verdiniz? 80 elə bil 5 min, 82 min Ayda xanımın özünə, 3 mindəki yəni məhkəməyə verildi. Orada mənim ona qaldı 18 min borcum, 100 min mənə kəsilmişdi ki, 100 mini sən ödəyəcəksən. Onu da ki... Siz o borcu vermişsinizsə, nəyə görə evinizi qaynananızın əlindən almaq istəyir? Bilmirəm, vallahi heç onu da mən bilmirəm nəyə əsasən elədi. Mən əslində oğru insan... Nə səbəb dedi ki, ona imza çəkdirdi? İmza çəkdirib ki, imza bura bir dənə mənə davernis verginə, yəni məni buraxdırmaq üçün güya. Yəni bu məni buraxdırmaq, o pul toparlanan kimi. Pul da toparlanıldı, verildi, yenə sənət qayıtmadı. Öz sürücüsü ilə alqı-satqı eləyiblər. Sonra uzun müddətdən sonra 3 ildən sonra da ki, Samirə, Əhmədova Samirə öz Mehdiyev Bünyatla onlar alqı-satqı eləyiblər. Samirə kimdir? Ayda xanımın qızıdır. Ayda xanım qızı Əhmədova hansı Konstitusiya məhkəməsində çalışır.
Deməli 240 minə bizim evi əvvəl bünyə sürücüsündən alqı-satqı eləyiblər. Sonra bir müddətdən sonra Əhmədova Samirə həmən bu Mehdi Bünyatdan bizim evi 70 minə alıbdı. Aralarında yəni bunlar alqı-satqı eləyiblər. Bizim xəbərimiz olmadan. Yəni 240 minlik evi 70 minə 70 minə bəli, 70 minə alıblar. Necə yəni 240 minə anası bu satıbsa, bu da 70 minə alıb. Bilmirəm nə olan bir şeydir. Belə bir şeylər ediblər. Sonra bir də Sabunçu məhkəməsindən 2023-cü ildə bəs bizə məktub gəldi ki, evdən çıxarılmaqla. Ki, bu insanlar evdən çıxarılsın. Ev Əhmədova Samirənindir. Biz də axırda yəni müraciət elədik məhkəməyə. Varis olaraq qızının. Bəli, varis olaraq qızınındır. Yəni qızının alqı-satqı əsasında olublar Mehdi. Çünki Bünyatov Satqını Samirə edib qızı, yoxsa Ayda? Əvvəl Ayda xanım edib. Elə bil bizi qaynanam ona etibarnamə verib. Etibarnamə əsasında Ayda xanımın özü satıbdı. Əgər satıbsa 240 min, onda bizim pulu verərdi. Əgər bizim ev satılıbsa bizim pulu verərdi. Elə bir şey də olub, nə bizə pulu verilib, nə qaynanam alqı-satqıda heç bir iştirakı olmayıb, nə qaynanam olmayıb. Yəni xəbəri olmadan edibdi də. Biz sonradan bildik. Biz notaruslardan kağız çıxanda biz bildik ki, bizim evimiz 2 dəfə alqı-satqı olunubdu. 240 minə, sonra da Əhmədova Samirə Mehdi Bünyatdan alıb 70 minə. Çünki Mehdi Bünyatın özü bizə dəfələrlə... Hal-hazırda kimin adınadır bu ev? Əhmədova Samirənin adınadır. Və satıb axı bildirdiniz? Əhmədova Samirə, əvvəl Yeganova Ayda xanım bu bizim evi qaynamın adından satıb Mehdi Bünyata. Sonra Bünyatdan 3 ildən sonra Əhmədova Samirə alıbdı. 70 minə alıbdı. Aralanda alqı-satqı eləyiblər. İz itsin, nə itsin bilmirəm. Belə bir şeylər ediblər. Sonra da bizi yəni evdən çıxartmaq lazımdır. Biz evdən çıxın, ev mənim evim. Tələbiniz nədir? Mənim tələbim ödür ki, dövlət orqanları bizim bu işə ciddi baxsınlar. Çünki hər yerə müraciət eləmişəm, baxmırlar. Çünki Əhmədova Samirə Konstitusiya Məhkəməsində işlədiyi üçün heç bir yerdə sizin işə baxmayacaqlar. Yəni mən bu işin başındayam. Yəni sizi atacam bayra. 12 baş bizim evdə külfət var. Yəni xəstə övladım və 1-ci qrup əlildir övladım da. Mən hara gedəcəyimi həqiqətən də bilmirəm. Samirə xanımın özünə dajı yalvarmışam. Samirə, belə bir şeylər etmək lazım gəlmir. Sən özün illərdir məni tanıyırsan, necə bir insanam. Mən ona o qədər xidmət göstərmişəm. Dajı onun hətta qardaşını öz evimdə baxmışam. Nə bildirib Samirə? Samirə heç bir mənə rədd cavabı veribdi, heç bir şey. Qardaşına nəyə görə evinizdə baxmısınız? Nəyə görə Samirə? Onun qardaşı 11 il xəstəxanada yatırdı. Ayda xanım rəhmətə getməmişdən öncə. Sonra Samirə xəstəxanasında yatırdı 11 il. Val Məştəqada, yəni bilmirəm, dispanserdə yatırdı, belə bir şeylər. Val xəstəliyi ilə əlaqədərdir. Onu götürüb gətirdilər bizim evə. Samirə deyir ki, qoy qalsın sizin evdə. Çünki onu başqa aparmağa deyir, yerim yoxdur, qalmalıdır sizin evdə. Mən 2 il evdə, öz evimdə ona baxmışam. Yedirmişəm, əyni, başı, hər bir şeyinə özüm baxmışam. Sonra bir müddətdə artıq bizdən yola getmədi. O başqa bir kiraya çıxdı. Kiraya çıxanda Samirə dəfələrlə mənə deyir, o kiraya pulunu da sən ödəməlisən. Mənim qardaşımın kiraya pulunu. Mən 6 ay həmən İlqarın kiraya pulunu ödəmişəm. 400 manat. Yəni Ayda xanımın oğludur, bəli. Onun 6 yaşı var. Onun artıq 45 yaşı var. Dəfələrlə yəni mən ona yemək göndərmişəm, kart hesabına pul atmışam. Yəni elə demək olar ki, gün aşırı yemək pulu istəyir. Nə qədər pul atırdınız hər dəfə? Hər dəfə 10 manat, 15 manat, 5 manat, olub 20 manat. Öz evi var İlqarın, yoxsa? Hal-hazırda kiraya yaşayır. Daşı kiraya pulunu verə bilmir. Mənə müraciət edib dəfələrlə ki, kiraya puluna da mənə kömək elə. Əvvəl eləmişəm 6 ay. İmtina edib, bacıları daha doğru. Heç bir bacısı ona baxmır, heç bir bacısı ona yaxın tərəfinə də buraxmır. Çünki İlqar dəfələrlə yəni mənə yazığı gəldi ki, mənim evimə gəldi. Bacısıyla, qardaşıyla düşman oldu ki, sən onun evinə niyə getdin, gəldin ki, o bizim düşmanımızdır. Mən hala düşman olan insan onun qardaşına yiyə durarmı? Mən bu yazığım gəlir, o acıdır, həqiqətən də acıdır. O insan da dərman pullarına kömək eləmişəm, siqaret puluna kömək eləmişəm, dəfələrlə, yəni bir dəfə deyil ki, artıq gör neçə ilə yaxındır ki, mən ona yəni ki, kömək edirəm. Salam, hər vaxtınız xeyir olsun İlqar. Hər vaxtınız xeyir olsun. Xanım, siz Samirə xanımın qardaşısınız, Ayda xanımın övladısınız. Bəli.
Validə xanım iddia edir ki, məni Samirə xanım incidir, evimdən çıxardır. Yəni ki, iddiaları var da. Bununla bağlı məlumatınız varmı? Yox, bununla bağlı məlumatım var, dedi ki, daha dövründə olmuyor. Bir də üzr istəyirəm, səsiniz qeydə alınır və sizin səsiniz efirə gedəcək. Təbii, qeydə alınsın da, mən burada gizli bir şey yoxdur. Mənim dövrümdə o məsələlər olmayıb. Geçsin. Xanım, mən nə deyirəm ki, siz zəng eləmişsiniz, sual verirsiniz, mən sizə sualınıza cavab verirəm. Olduğu kimi. Buyurun. Mən o vaxtlar olmamışam, o proseslər baş verəndə. İndi Validə xanım orada nəsə şikayətdə göstərdiyi kimi nə baş verib, necə olub. İndi Samirə xanımla mən bu dəqiqə hal-hazırda bacım olaraq da müəyyən səbəblərdən münasibətimiz yoxdur deyə mən o işlərə qarışmıram xanım. Amma belə iddiaçı kimi də iddiasını verib və işğalandırıb da hər yerdə. Siz bu həmin evdə Validə xanımın evində yaşamısınız? Bəli, mən bir müddət, hardasa bir 7-8 ay qalmışam o evdə. Bəli. Amma yenə də o evdə qala-qala da bu şeylərdən xəbərim olmur. Yəni Validə xanım sizə baxımla qulluq edib? O bildirir ki, mən sizə maddi və mənəvi kömək edir. Bəli, təbii ki, bəli, o evdə yaşamışam, o evdə baxıb, o evdə maddi kömək deyibmi Validə xanımın? Maddi kömək deyibmi Validə xanımın ya ailəsinin? Bəli. İndi olduğu şey biz necə gizlədə bilərik ki? Bəli, olub. Onu da israf eləmirəm. Yəni Validə xanım bildirir ki, mənə şər atıblar. Bu doğrudurmu, yoxsa necə? Həqiqətdir. Kimlə danışıram? Milli TV-nin əməkdaşı jurnalisti Məlahət Səfərovadır. Məlahət xanım, lap yaxşı. Yox, mən o şər atmağı mən yenə deyirəm ki, o dövrdə mən olmamışam. Məlumatınız yoxdur. Yəni necə baş verib? Mən o dövrdə necə olub, o alqı-satqı olan zamanları, sonra ondan qədər o əməllər olan vaxtı. Başqa bir sözünüz varmı? Yox, başqa sözüm yoxdur. Yəni mənim yenə deyirəm ki, Validə xanımın evində qalmışam. Onu da yəni tək mən bilməmişəm. Yəni narazıçılığınız yoxdur da Validə xanımla, onu bildirmək istəyirsiniz? Yox, Validə xanımla mən heç bir problem yaşamamışam. Oldu, amma aydındır. O işə aid, o Validə xanım evində şikayət edib, mənim yəni o şeydən tam sırf hərəsi bir söz deyə bilər. Onu başa düşürük. Amma sırf o vaxt mən olmamışam deyə mən özüm dəqiq sizə bir söz deyə bilərəm. Məlumatınız yoxdur. Oldu, aydındır. Çox sağ olun İlqar bəy. Təşəkkür edirəm. Sağ olun. Dəymiş ziyan pulla ödənilibdir də. Yəni bunlar orada yazılardı ki, ağır cinayətlərdə yazılardı ki, bu ev dəymiş ziyana görə yəni verilib. Bax orada elə bir şey yoxdur. Biz sadəcə pulu ödədik. Ondan sonra bu hadisə baş verdi. Evi alqı-satqı eləyiblər də. Yəni öz başlarına eləyiblər alqı-satqı. Demirəm imza götürüblər, ancaq başqa bir şeylə. Ancaq bu evi biz pul qismində verməmişik. Mən sadəcə bütün qohum-əqrəbənin köməyi ilə borc xərclə mən o dəymiş ziyanı, mənə ayrılanı, yəni eləməyə üstümə qoyulan o 100 minin mən 82 minini hal-hazırda Ayda xanımın özünə öz evində verilibdir. Öz evində veriləndən sonra o razılığa gəldi, o ərizəsini kənara götürdü ki, mənim dəymiş ziyanım ödənilibdir. Çünki mənə 100 min civarında pul yazılmışdı ki, 100 min mən ödəyəcəm, qalan pulu da Günlarə ödəyibdir. 300 mini bir də zinət əşyaları ödəyibdir. Ağır cinayətlərdə belə bir sənət üzrə yazıldı ki, tam ziyan ödənilib. Bəli, mən ziyanımı, mənə olan ziyanı, yazılan ziyanı ödədim. Bəli, mən istəyərəm ki, mənim evimi, qaynanamın evini geri özlərinə qaytarsınlar. Yəni, mən dəymiş ziyanı ödəmişəm. 5 il 6 ay həbs cəzası almışam, şərti ev dustaqlığı almışam. Bəli, hal-hazırda bu evdə yaşayıram. 12 baş külfətlə yaşayıram. Məsələn, qaynım da ki, Qarabağ veteranıdır. Onun da özünün ailəsi var. Onun da xəstə lal nəvəsi var. Mənim də birinci qrup gözdən əlil övladım var, ayaqları yerimir hal-hazırda. Yəni belə bir vəziyyətdə yaşayıram. Mən yəni gedəcəyim yeri bilmirəm. Çünki harda yaşayacağımı bilmirəm. Məcburam ki, palaqda quram, hardasa bir küçələrdə yaşayam, ya da ki Ermənistana bizi yəni təhvil versinlər. Çünki oradan biz gəlmişik. Biz ora təhvil versinlər. Bəlkə orada biz yaşayaq. Çünki Samirənin əlindən burada yaşamaq mümkün deyil. Hər qurumları da əlinə keçirib deyəndə hazır cavab olur. Konstitusiya məhkəməsində işlədiyi üçün mən orada işləyirəm. Ona görə güvənir. Hal-hazırda ki, bax belə bir şeylərin bizə hərdə qorxu gəlir.